Şəxsi məlumatlarınızı saklamasanız bu sizə qımmata düşür mümkün. Bir mücazım bana qoğuraq qılıb, namına 3 kredit alınğanını aytdı. Mən heçəm kredit alış üçün ariza verməyəm mən dedi. Teşkirib görsək, mücazımın şəxsi hüccət nüsxələri ayrım joylara tarqalıb getibdi. Şu pasport nüsxəsi koldan kola ötüb, ahırı firibgərlər koluna barıb yetibdi. Bunday holatlara mən köp duç gələmə və ayrımları addi bir pasport hüccət nüsxəsindən başlanadı. Heç kim sizin razılığınızsız şəxsi hüccətinizin nüsxəsini alıb qalışı və başqa şəxsiyə uzatışı mümkün emas. Əgər birgən bolsanız, hüccətinizi qayerdə işlətişini biliş hüququnuz var. Biz bu mücazımızın pullarını toluk qaytarıb aldıq. Çünki dəlil barədir. Kim, qaçan, qayerdə məlumatdan faydalanğanlığını isbatlaş mümkün oldu. Əgər şübhəniz bolsa, kredit tarixinizni dərhal təşkirin və Allah qaçan muammağa duç gələn bolsanız, vaxt yoxatmasdan durub dərhal tegishli orqanlara müraciət qılın. Əgər sizlərə şəxsi məlumatlarınızı himoya qılış qızıq boladığan bolsa, kommentariyada yazıb qaldırın. Əlbəttə bu haqda video çıxarama.